Aziz şagirdlər və valideynlər, bu gün sizlə birlikdə Azərbaycan və Azərbaycan və Ermənistanın savaşlarını eləyəcəyik. Başlayaq. İndi 1988-ci il. 80-ci il yəni. Başlayırıq. 3 istiqamətlər var. Ermənistan Qarabağa 3 istiqamətdən getmək istəyirdi. 1, 2, 3. Bunlar da Yerevan, Gümrü və Zəngəzur olur. Bunlar toplaşıb bu alana gəldilər. Yəni belə gediblər, belə. Bu da belə. Sonra bura toplaşıb gedirlər Yerevana. Yerevandan toplaşıb gedirlər bu Kəlbəcərə. Kəlbəzərə başlayırlar. Birinci Cəbrayıl aldılar. Sonra gedirlər Kəlbəzərə. Kəlbəzərdən sonra gedirlər belə. Sonra buradakı insanlar qorxub tez qaçdılar bura, Zəngilana. Bilirdilər ki, bu Zəngilanda kimsə olmayacaq. Biraz kamera. Zəngilanda kimsə olmayacaq. Gedirlər bura. Sonra buralar boş olduğu üçün aldılar. Ermənistanlılar sinsi planlarıyla gedirlər belə-belə yol açdılar, sonra yolu bağladılar. Buradakılar qaçmaq istədilər, amma oranı da bağlayıb onları öldürdülər. Sonra buraları aldıqdan sonra Azərbaycan bu tədricən olub. Sonra 2 il keçir. Yəni 1990-cı ildir. Ermənistan bu qədərini Azərbaycandan alıb. Sonra buraları almaq istədi. 1 il keçir. Sonra deyirdilər ki, gəl biz buraları da alaq, Beyləqana gedək. Sonra bura bildiyiniz kimi Şuşadır. Şuşaya yönlənmək istədilər və 2-ci il oldu. Yəni 1992. Görün. 1992-ci il olanda sinsi planları ilə buralar qalmışdı və buraları da aldılar. Artıq buralar boş olmuşdu. Buraları da aldılar. Sonra Şuşadakılar insanlar qaçmadılar və onlarla sarışdılar. Sonra bu qədər alıb Şuşaya tamamən aldılar. Sonra yenə bura gedib aldılar. Beyləqana uzandılar və Azərbaycan Bakıdan yollanaraq gəldi Beyləqanı vermədi onlara. Sonra müdaxiyyət bitir və Ermənistan bu qədər ordu ilə 80 min ordu ilə Azərbaycanı Allah rəhmət eləsin. Azərbaycanın bu qədərini alır. Sonra gəlir 2010-cu il. 2010-cu il. Sonra 2010-cu ilin təbii ki də Mübariz İbrahimov, Allah rəhmət eləsin, Mübariz İbrahimovun vaxtıdır. Və o Xəzər xidmətə yollanır və gəlir buraları savaşmağa. Təbii ki də Beyləqandan gəlib savaşır və buraları savaş alanı eləyib. Sonra cəhənnəm kimi onlarla savaşıb 5 saat o bütün ordunu sırrını, yəni polis mərkəzi olan kimi Ermənistan əskərlərini öldürdü. Sonra arxasından bir adam gəlib, onun belinə qurşunla çıxıb Mübariz İbrahimov burada bayılmışdı. Sonra hamı onun əlini, qolunu eləyib, yəni bağlayıb verdilər 6 ay sonra Azərbaycanın Bakısına. Sonra il olur 2019. Azərbaycan milli ordusu ilə çoxlu
çoxlu Başıdan və Masallıdan və Xaçmazdan, Astaradan, Lənkərandan, Masallı, Lənkəran və Astara. Bu 3-4 ordu tərəfləri yollandılar bu tərəfə. Bir il keçir. Yəni 2020-ci ilə gəldik. 2020-ci il. 2020-ci ilə gələndə 1-ci Azərbaycan savaşı Bakıdan getdi. Və birinci getdilər Cəbrayıla. Cəbrayılı aldılar. Cəbrayılı aldıqdan sonra getmək istədilər Zəngilan tərəfə. Zəngilandakı bu bütün ordularla elədilər. Sonra buraları almağa çalışdılar. Bağışlayın, biraz kamera kəsdim. Və Zəngilana ulaşdılar. Zəngilanı aldılar. Və Azərbaycan yavaş-yavaş düzəlməyə başladı. Sonra Şuşa tərəfə ilərlədilər. İstiqamət Şuşa idi. Şuşanı bilirsiniz də burada. Şuşanı da aldıqdan sonra təzə bir bayraq çəkdilər. 1, 2 ulduzlarını da çəkdilər və Azərbaycan bayrağı burada yer oldu. Sonra buradan yuxarı getmək istədilər. Yəni belə. Buraları aldılar. Sonra Şuşanı biraz silək. Sonra gedirlər bu cəhənnəm yollarını kəsirlər. Və qalır Cəbrayılla Kəlbəcər qalır. Bunlar nə qarsın eləsinlər bu Kəlbəcəri. Masallı tərəfləri də bildiyiniz kimi Masallı, Lənkəran, Astara bura yollandılar və Bakıya zəhmət olaraq bura getdilər. Sonra birinci Kəlbəcəri aldılar, sonra Cəbrayılı aldılar. Və Azərbaycan bütün işğal elədiyi, Ermənistan işğal elədiyi torpaqları almışdır. Videomuz bitmişdir. Bura qədər izlədiyiniz üçün sizdən təşəkkür edirəm. Sonraki videoda Azərbaycan Zəngəzurun planlaşdırma əsasını deyəcəm. Sağ olun, var olun.